Elektrik avadanlığı istehsalı sahəsində əldə etdiyi yüksək nəticələrə görə Azərbaycan Biznes Award Milli Mükafatının 2025-ci ilin yekunları üzrə bu nominasiyada qalibi EL Elektrik şirkəti elan olunub. ...2022-ci ildən Ağdam Sənaye Parkının rezidenti olan şirkətimiz elektrik paylayıcı qurğularının istehsalı sahəsində fəaliyyət göstərir və sürətlə inkişaf edir. Şirkətimiz 1,7 hektar ərazidə yerləşir. Burada 8000 kvadrat metr qapalı və 9000 kvadrat metr açıq istehsalat sahəsi mövcuddur. Zavodumuzda 0,4 kV aşağı gərginlikli və 10 kV ilə 35 kV arası orta gərginlikli elektrik avadanlıqları, həmçinin prefabrikat beton köşk yarımstansiyalar istehsal olunur. Biz yalnız məhsul deyil, tam həllər təqdim edirik. Layihələndirmə, istehsal, quraşdırma və texniki dəstək. Hamısı bir məkanda və bir komanda ilə. Məhsullarımız beynəlxalq standartlara uyğun istehsal olunur və sənaye, infrastruktur, ticarət və yaşayış layihələri üçün etibarlı seçimdir. EL Elektrik MMC olaraq biz həmçinin Qarabağın yenidən qurulmasında fəal iştirak edirik. Azad olunmuş ərazilərdə reallaşan enerji və infrastruktur layihələrinə töhfə verməkdən qürur duyuruq. Peşəkar mühəndis heyətimiz və müasir texnoloji avadanlıqlarımızla biz hər layihəyə ehtiyaca uyğun yanaşır, keyfiyyətli və çevik həllər təqdim edirik. EL Elektrik MMC bugün təkcə Azərbaycanda deyil, həm də xarici bazarlarda fəaliyyət göstərir. İxrac imkanlarımız genişlənir, beynəlxalq tərəfdaşlarımız artır. Məqsədimiz yerli istehsalı dünya bazarına çıxarmaq və enerji sahəsində etibarlı tərəfdaş olmaqdır. EL Elektrik gələcəyin enerjisini bugündən qururuq. Və hazırda şirkətin həm təsisçisi və direktoru Vüsal Mirzəyev mükafatı qəbul etmək üçün alqışlarınızla səhnəyə dəvət olunur. Axşamınız xeyir. Öncəliklə bu gecənin təşkilində əmək keçən hər kəsə təşəkkürümü bildirirəm. Mükəmməl gecədir və bu gecədə EL Elektrik MMC-nin mükafata layiq görülməsi bizim üçün sevindirici haldır. Lakin bu səhnədə hədiyyəni tək qəbul etsəm də bu mükafat bir komandanın uğurudur və mən bu mükafatı müəssisəmizin hər bir əməkdaşının adına qəbul edirəm. Çox sağ olun, təşəkkür edirəm.